Hal-hazırda TEDx çıxışıma hazırlaşıram. Bir fikir tətbiqləmək istəyirəm dinləyicilərdə ki, görək faydalı olacaq bu səfər yoxsa yox. Yol ayrıcılarında qərarlar mütləq izləyin. Səfa xanım deyən kimi onların gözləri dolur. Bu o deməkdir ki, mən onların qəlbinə toxunmuşam. Mənim niyyətim də elə budur ki, insanların qəlbinə toxunmaq və onları işıqlandırmaq. Nə xoş mənə. Son illərdə keçirilən ən yaxşı TEDx tədbirlərindən biri oldu. Həm spikerlərin keyfiyyəti olsun, həm məkan olsun, həm də ki, ümumiyyətlə hazırlıq olsun ki, kifayət qədər yaxşı idi. İnsan bəzən özünü çox bəyənir də, düşünür ki, sən xarici brendi burada fəth eləmisən, hər şey əladır, çox gözəl uğur hekayəm var, həyat təcrübələrim var, amma məndən əlavə, yəni digər spikerlərə qulaq asanda başa düşürsən ki, əslində müqayisələndirəndə nə qədər böyük uğurlar var həyatda və sənin hələ nə qədər böyük dərslər götürəcəyin var. Deməli, bugün TEDx Bakıxanovun tədbirinə iştirak edirik. Tədbir artıq başlayıb və spikerlər bir-bir səhnəyə çıxış edərək öz təqdimatlarını təqdim edirlər. Dostlar, dəyərli xanımlar və cənablar və o xüsusi hazırlaşır və Şahid Zamanov gəlir dostlar. Həmin günü mən başa düşdüm ki, mənim artıq şübhəm yoxdur və mən orada artıq rəhbər ola bilərəm, həm filial, həm də bütün filiallara rəhbərlik edə bilərəm. Dərs vermək istəyirəm. Əlimdə gördüyünüz bu 50 manatı kimin qeyri-şərtsiz olmağını istəyərdi? Mən istəyirəm. Okey, əla, çox sağ olun, getməyin, yaxınlaşın zəhmət olmasa mənim. Evimizə öyrədir ki, imkanı hamı görə bilər, hamı vizuallaşdıra bilər, hamı düşünər ki, mən bunu necə əldə edeyim, amma qalib gələn kimdir? Hərəkətə keçər. Alışlar eylidir. Yox, sizindir, verdim sizə. Bizlə də bizim tərəfdaşlarımızdır, onlara təşəkkür edirəm. Və bu üç seçim bu biznesin böyüməsini fərqli vaxtlarda düşünürsünüz. Satış və kommersiya eksperti yol ayrıcında özünü tapmaqdan nə danışa bilər ki? Adi həyatda kassa qanundan gəzirəm. Qeyri günlərdə isə dağılmalarım. Elə bilirsiniz özümü necə hiss edirəm. Bu geyimdə, bax, bu diktabanda sanki bunlar mənə deyir ki, vəfa, yaxşı da. Bu qədər ağır, bu qədər keşməkeşli yolu bizim vasitəmizdə keçmişsən. İndi gəlmişsən, diktabanın üzərində dayanırsan və insanlara keçdiyin o uğur hekayəsini anlatırsan. Onu arzulayırdım, onu istəyirdim, amma ora necə gedəcəyimi bilmirdim. Bu mesaj gələndə mən heç fikirləşmədən birbaşa dedim ki, əlbəttə gedəcəm. Və mənə qeyd elədi ki, vəfa, bəs ümumi liderimiz Heydər Əliyevin doğum günü ilə əlaqəli Qızıl Qaya massivində yerləşən hündürlüyü 3751 metr olan Heydər zirvəsinə yürüyüş təşkil olunur. Dövlət təşkil edir, heç də düşünmək lazım deyil, təkcə şəxsiyyət vəsiqəsini göndərmək elə də etdim, heç də düşünmədən. Və beləliklə zirvədəyəm, zirvəyə çıxmışam, sevinirəm, nəhayət ki, mənim arzularım çin olubdur. Dağda şəkil çəkdirirəm, özümlə qürur duyuram, Azərbaycan bayrağını dalğalandırıram və aşağı inirəm. Aşağı inəndə, o adi həyatda deyir ki, hələ konsert qabaqdadır. Doğrudan da konsert qabaqdaymış. Müəyyən bu olmalı. Misal üçün, nümunə bunun üzərindəndir. İndi hamımızın şəxsi inkişaf kitablarını Hal-hazırda iştirakçılar da məndən təəssüratlarını bölüşürlər, nələr onlara təsir elədi, nələr onların qəlbinə toxundu. Əslində onlar elə bilirlər ki, mənim sözlərim onların qəlbinə toxunur. Bu belədir, həqiqətdir, amma onların geri dönümü mənim qəlbimdə tamamilə başqa bir duyğular və planları alovlandırır. Mən də onlara təşəkkür edirəm. Yaxşı ki, bu TEDx-də həqiqətən spiker kimi gəldim və çox dəyərli insanlarla tanış oldum. Çox təşəkkür edirəm. Mənə yaxınlaşan hər bir kəs, fərqi yoxdur, qadın ya da ki, kişi, onlar yaxınlaşıb Vəfa xanım deyən kimi onların gözləri dolur. Bu o deməkdir ki, mən onların qəlbinə toxunmuşam. Mənim niyyətim də elə budur ki, insanların qəlbinə toxunmaq və onları işıqlandırmaq. Nə xoş mənə. Digər spikerləri də dinləyə-dinləyə əslində başa düşürəm ki, bizim hər birimizin ortaq cəhəti var ki, inanmaq, hədəf qoymaq və bu yoldan dönməmək. Başa düşdüm ki, bizi birləşdirən qüvvə budur. Qalan məqam ən tez hərəkət edən qazanır kimi bir şüarı oldu. Şahid Zamanovu da səhv etmirəmsə 50 manat kimi bir oğlana
verdi. O daha çox yadımda qaldı. Da qalan məqam bir həkimin çıxışı oldu. Orada qeyd edir ki, pozitiv olun, gülümsün. O zaman uğur hər zaman sizin olacaq. Mən də buna inanıram və bu şüarı çox bəyəndim. Mən Pərviz Dadaşovdan sitat gətirəcəm. Yəni orada deyir ki, başla özünü başqaları ilə müqayisə etmə və insanlara xidmət göstər. Mən əslində dəvət alanda, təşkilatlardan dəvət alanda düşünürdüm ki, insan bəzən özünü çox bəyənir də, düşünür ki, sən xarici brendi burada fəth eləmisən, hər şey əladır, çox gözəl uğur hekayəm var, həyat təcrübələrim var, amma məndən əlavə, yəni digər spikerlərə qulaq asanda başa düşürsən ki, əslində müqayisələndirəndə nə qədər böyük uğurlar var həyatda və sənin hələ nə qədər böyük dərslər götürəcəyin var. Mən bu tədbirə sırf buna görə minnətdarlığımı bildirirəm və çox xoşuma gələn məqam oldu ki, səndən də daha güclü insanların təcrübələrini yaşaya bilərsən və həyatına tətbiq edə bilərsən. Çox maraqlı dərslər aldım. Düşünürəm ki, bu bir insight, fərqindəlik yaşamaq məqamıdır və nə qədər diqqətli qulaq asıb və nələri həyatında tətbiq eləməyə düşünə bilirsənsə, mütləq ki, bunu eləyəcəksən. Və bizim buradan qazanacağımız, hər bir insanın buradan qazanacağı, bundan sonra nəyi tətbiq edəcəksə, onu qazanacaq. Ona görə mütləq istəyirəm ki, özləri üçün qeyd eləsinlər, biz özümüz üçün qeydlər apardıq və mütləq ki, bunu tətbiq edəcəyik. Hamınıza təşəkkürlər. Seçim etməmək belə sənin seçimindir. Mənim çox xoşuma gəldi. Bir də Səkinə xanımın dediyi ki, bəzən hamının səni təriflədiyi, push etdiyi, alqışladığı məqamlarda bəzən heç o yol sənin deyil və buna uymamaq lazımdır. Doktorumuzun çox maraqlı çıxışı oldu ki, bəzən bizim hissləri manipulyasiya edirlər. Bunun üçün emosional zəkamızı inkişaf elətdirməliyik. Emosional zəka inkişaf etdikcə biz öz qərarlarımızı özümüz doğru verə bilirik. Çox sağ olun. Sağ olun. Birinci növbədə mən qısaca olaraq beyin nə cür qərar verir, bax onu sizə danışmaq istəyirəm. Beynimiz Hal-hazırda TEDx çıxışıma hazırlaşıram. Deməzdim ki, çox həyəcanlıyam, artıq 4-cü TEDx çıxışımdır. Lakin bu tədbir bəlkə Azərbaycanda ideyaların paylaşması perspektivdən, azad fikir səsləndirmək perspektivdən ən qabaşlı tədbirlərdən biridir. Ona görə səbirsizliklə bir fikir tətikləmək istəyirəm dinləyicilərdəki, görək faydalı olacaq bu səfər yoxsa yox. Yol ayrıcılarında qərarlar mütləq izləyin. Var, kakao var, daha çox kimyəvi qatqı var filan. Və bir neçə dəfə iterasiyadan sonra cavab əslində bu olmalıdır. Mən vanilya dondurmanı seçirəm, çünki mən vanilya dondurmanı seçirəm. Mənim heç bir məntiqi əsasım yoxdur. Çıxış etmək üçün Başar Bankda rəqəmsal marketinq üzrə baş mütəxəssis, digital hero agentliğinin təsdiqçisi və 10 ildən artıqdır ki, böyük bir təcrübəyə sahibdir bizim əziz dostumuz Babaxan Məliklini alqışlarla dəvət edirik. Ofisdən çıxanda ofis altı otaq idi. Ofisi hissələrə bölməyə başladı. Çünki gördük ki, üç otaqdan biz bu kirayəni verə bilmirik. Orada böyük otaq vardı, orada da bir dənə taxta. Çox da bir şey yoxdur, təbii şəraitdə. Və təbii ki, bundan evdəkilərin xəbəri yoxdur. Biz bu işlərlə məşğuluq. Mama, bizə də eşitirsən. Okey. Və vaxt keçdikcə mən düşünürəm ki, o istər o satışlarda pul olsun və ya hər hansı. Onun üçün komitə qurmağa başladım, daha çox dərs deməyə başladım. Əvvəllər dərs deyirdim, sonrasında daha da bu böyükdür. Tədbir əla, düşünürəm ki, son illərdə keçirilən ən yaxşı TEDx tədbirlərindən biri oldu. Həm spikerlərin keyfiyyəti olsun, həm məkan olsun, həm də ki, ümumiyyətlə hazırlıq olsun ki, kifayət qədər yaxşı idi. Ümidvaram ki, buradan iştirak edən gənclər, tələbələr buradan müəyyən bir nəticələr, müəyyən bir dəyərlərlə getdilər. Müəyyən bir qazanclar əldə elədilər, hansı ki, bunların həmin şəxslərin gələcək karyeralarına, həyatlarına müsbət təsirinin olacağını düşünürük. Bu qədər, inşallah növbəti tədbirlərdə görüşənədək. Ziyadov.
və sonuncu Fərhad Pərvizi. Bir daha əlinizə təşəkkür edirəm. Möhtəşəm çıxışlar üçün. Gələnlərin əlinə təşəkkür edirəm. Burada sizin arxada görmədiyiniz bir 30 nəfərlik komanda var. Sizdən xahişim onları alqışlamağınızdır.